Cahangir Cahangirovun Xanəndənin Taleyi operası bir çox simfonik əsərlər Respublikanın musiqi həyatında böyük hadisədir. Ulu Öndər Heydər Əliyev. Azərbaycan xor və vokal simfonik musiqisinin zirvəsi hesab olunan lirik və vətənpərvər mahnıları ilə qəlbləri fəth edən görkəmli bəstəkar, pedaqoq və xormeyster Cahangir Cahangirov milli musiqi mədəniyyətimizin ən parlaq simalarından biridir. Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda neftçi ailəsində anadan olmuşdur. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1949-cu ildən başlayaraq bəstəkar, Azərbaycan Radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləmişdir. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. Cahangir Cahangirov bir sıra tanınmış musiqi əsərlərinin müəllifidir. Arazın Otayında vokal simfonik poeması, Məhsul, Bayram, Yürüyüş, Dostluq nəğməsi, suitaları Füzuli və Nəsimi, Aşıq Alı kantataları, Sabir, Hüseyn Cavid 59 və Böyük Qələbə oratoriyaları, Azad və Xanəndənin Taleyi operaları. Füzuli kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. Kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünə məxsus təsirli və qəlb oxşayan musiqi dili ilə aça bilmişdir. Cahangir Cahangirov Azad və Xanəndənin Taleyi adlı iki operanın müəllifidir. Hər iki əsərində bəstəkar musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəylinin sənət əsərlərini davam etdirmişdir. 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə Gül Camalın romansını və xor üçün qəzəl əsərini yazmışdır. Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı romans yazmışdır. Ənəlhət adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülmüşdür. Bəstəkar çoxlu lirik mahnıların müəllifi olmuşdur. Onun Ana, Aylı Gecələr, Bakı, Dan Ulduzu Birdə Mən, Ay Qız, Alagöz və sair mahnıları dillər əzbəridir. Bəstəkarın bir çox mahnısı teatr səhnələri və kino ekranları vasitəsilə çox sevilmişdir. Yenilməz Batalyon filmindəki Teymurun mahnısı, Koroğludakı Xanəndə qızın mahnısı, Dəli Kür filmindəki Ana Kür və Bayatılar yüksək lirikaya malik unudulmaz nəğmələrdəndir. Cahangir Cahangirov 1992-ci ilin martında vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir. Cahangir Cahangirov çoxsaylı təltif və mükafatlara layiq görülmüşdür.